İndi bu ayənin yeri var. Buna deyim, mövzu çox yazmışdım, amma bunu deyim, qutarım. Ar-Rəhman Alləməl Qur'an Xələqəl insan Alləməhul bəyan. Tərcümə nədir? Rəhman olan Allah öyrətdi Qur'anı, xəlq etdi insanı, öyrətdi ona bəyanı. Ayə diqqətlə qulaq asın. Deyir, Rəhman öyrətdi Qur'anı, sonra xəlq etdi insanı. Əslində biz belə gözləyirdik. Rəhman xəlq etdi insanı, öyrətdi Qur'anı. Allah deyir, Rəhman öyrətdi Qur'anı, xəlq etdi insanı. Təslimdə Əllamə bu yerə çıxan deyirdi ki, ali insan kimi xəlq olunmaqdan söhbət gedir. Nəinki ana bətindən bu dünyaya gəlməkdən söhbət gedir bu ayədə. Ana bətindən dünyaya gəlmək o da bir xəlqdir. Amma bir ali insan kimi xəlq olmaq istəyirsənsə, kamil bir insana çevrilmək istəyirsənsə, Ər-Rəhman, Rəhman olan Allahın əlindən su içməlisən. Ər-Rəhman Əlləməl Qur'an. Quranla ünsiyyət qurmalısan ki, xələqəl insan, insan kimi xəlq olasan, ali insan kimi xəlq olasan. Quranda deyir ki, vəllezine yumessikunel kitab. Kitabdan möhkəm tutanlar. Onlar da islahat edənlər. Quranı götür, öz sözlüdür, qəşəngdir, kifayət eləmir. Qəşəng deyirsən, amma hardan deyirsən? Bir də mən dəlil məntiq qoy. Mən gətir qoy məntiqi. Görün məntiq var burada, dəlil var burada, sübut var burada. Yoxdursa mən o keçmədi. Qəbul eləmədim. Yaxşı. Ondan sonraki bir dənə mərhələ çox yazmışam burada, amma qalsın gələn söhbətlərimizə ki,